وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Bismillah, elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Dersimizin mevzusu Elif-lam artiklidir. Ve eyni zamanda da ismi cümleden söhbətlərimizi davam etdirəcəyik bu dərsdə. Beləliklə, keçən dərslərdə qeyd etdiyimiz kimi, əlif-lam artikli isimlərə daxil olur və onları müəyyənlik halına salır. Beləliklə, əlif-lam artiklinin əsas iki xüsusiyyətini qeyd etmək olar. Birinci xüsusiyyət odur ki, yalnız isimlərə daxil ola bilər. İkinci xüsusiyyət odur ki, daxil olduğu ismi müəyyənlik halına salır. Əlif-lam artiklinin birinci xüsusiyyəti həm də ismin əlamətlərindəndir. Keçən dərsdə qeyd etdik ki, ismin özünə məxsus əlamətləri vardır və onlardan biri də həmin isimlərin əlif-lam artiklini qəbul etməsidir. Və beləliklə biz dedik ki, əlif-lam ismə daxil olur və onu müəyyənləşdirir. Yəni, burada məna nədir? Yəni ki, ismin müəyyənlikdə olması dedikdə, qəsdimiz odur ki, dialoqun hər iki tərəfi, yəni ki, həm xəbər verən, həm xəbəri qəbul edən, həmin isimdən əvvəlcədən xəbərdardırlar. Yəni ki, mən desəm, Əl-qələmu məqsurun. Gördüyümüz kimi, Əl-qələm sözü, ismi bu cümlədə müəyyənlikdədir. Bu o deməkdir ki, əvvəlcədən mən danışdığım adam həmin qələmdən xəbərdardır. Və mən ona deyəndə ki, əl-qələmun məqsurun, artıq hansı qələm sualını vermək yersizdir. Çünki mən də bilirəm və o da bilir hansı qələmdən söhbət gedir. Və ona görə də bu izahdan mübtədanın müəllikdə olması şərti artıq daha da açıqlanır bizim üçün. Yəni, mübtəda yalnız müəllikdə ola bilər, çünki məlum olmayan şeydən xəbər vermək mümkün deyil. Və bunun əksi olaraq xəbər qeyri-müəyyənlikdədir. Bəs qeyri-müəyyənlik nədir? Bu o deməkdir ki, xəbər verən, yəni ki, birinci şəxs xəbərdən məlumatı var, amma məlumatı qəbul edənin xəbərdən məlumatı yoxdur. Ona görə də hər iki tərəfə məlum olmadığı üçün artıq bu isim qeyri-müəyyənlikdədir. Yəni ki, xəbər verən hər ikisindən məlumatlıdır, amma cümləni qəbul edən adam yalnız mübtədadan məlumatı vardır əvvəlcədən, xəbərdən isə məlumatı yox idi. Ona görə də xəbərin qeyri-müəyyənlikdə olması şərti ortaya gəlir. Və qeyd etdiyimiz kimi də İsmi cümlədə əsas iki hissə vardır. Birinci hissəyə mübtəda deyilir, ikinci hissəyə xəbər deyilir və mübtəda artıq onun bir şərti bizə tam aydın oldu, müəyyənlik. Və cümlənin əvvəlində gəldiyi üçün həmin ismin halı yalnız adlı qal ola bilər. Adlı qal əlaməti də qeyd etdiyimiz kimi sözün axırıncı hərfin üzərində olan dammədir. Və ondan sonra xəbər qeyri-müəyyənlikdə olmasının səbəbini izah etdik və onun da hərəkəsi, yəni ki, halı yalnız adlı halı ola bilər. Və kitabda olan bir neçə misallara nəzər
salaq. Əl-bəbu məftuhun. Qapı açıqdır. Bu cümlə ismi cümlədir. Çünki cümlənin əvvəlində isim var. Bu əl-bəbu sözün isim olmasına sübut həmin sözün əlifləm artiklını qəbul etməsidir. Və əl-bəbu sözü mübtəda olduğu üçün yalnız müəyyikdə ola bilər və onun da hərəkəsi yalnız damma ola bilər. Yəni ki, mübtəda yalnız adlı qanada ola bilər. Məftuhun sözü isə müəllikdə olan sözdən sonra gəldi və qeyri-müəyyənlikdədir. Ona görə də biz bu sözü xəbər kimi təyin edirik və hərəkəsini də damma qoyuruq. Yəni ki, adlı qalına. Əl-bəbu sözünün müəllikdə olması o deməkdir ki, dialoqun hər iki tərəfi əvvəlcədən bu sözdən məlumatları var idi. Və məftuhun sözünün isə qeyri-müəyyikdə olması o deməkdir ki, bu sözdən əvvəlcədən dialoqun yalnız bir tərəfin məlumatı var idi. O da ki, xəbəri verən adamın. Və ona görə də xəbər burada qeyri-müəyyikdə olmalıdır. Və qeyd etdiyimiz kimi də mübtada ilə xəbərin arasında əsas fərq onların qeyri-müəyyik və ya müəllikdə olmasıdır. Yəni ki, bu fərq birinci isim müəllikdədir, ikinci isim qeyri-müəllikdədir. Və biz ikinci ismə əlifləm artiklını daxil etsək, artıq bu isimlərin arasında fərq itir. Və isimlər hər ikisi də müəllikdədir, hər ikisi də adlı qalındadır və hər ikisi də kişi cinsindədir. Və qeyd etdiyimiz kimi də artıq burada isim və sifət, yəni ki, iki ismin birləşməsi baş verir və ona görə də ikinci isim tam olaraq birinci ismə tabe olmağa başlayır. Yəni ki, nəyə görə biz deyirik ki, ikinci isim birinci ismə tabe olmalıdır? Çünki ikinci isim birinci ismin bir hissəsidir. Və ona görə də bu nöqtəyə nəzərdən kiçik bir hissə böyük hissəyə tabe olmalıdır. Yəni bu əl-məftuhu sözü açıqdır, yəni açıq, qapının bir sifətidir. Və mən bu söz birləşməsinə, bu isim birləşməsinə xəbər verə bilərəm. Xəbəri vermək üçün mən xəbərin şərtlərinə uyğun olan isim cümləyə daxil etməliyəm. Bu şərtlər hansı idi? Bu şərtlər xəbərin ikinci yerdə olmasıdır. Bu şərtlərdən ikincisi xəbərin qeyri-müəllikdə olmasıdır. Və bu şərtlərin üçüncüsü də xəbərin adlı qalanda olmasıdır. İsmin adlı qalanda olmasına sübut həmin ismin axırıncı hərfin üzərində dammadır. Yəni, burada da gördüyümüz kimi əsas fərq mübtəda ilə xəbərin arasında ortaya gəlir. Birinci hissə müəllikdədir və ikinci hissə isə qeyri-müəllikdədir. Və beləliklə əl-bəbu əl-məftuhu məqsurun tərcümə ikinci sözdən, sifətdən açıq qapı məqsurun sınıqdır. Yəni, açıq qapı sınıqdır. Və gördüyümüz kimi də xəbərə məxsus olan şəkilçini əlavə etdik. Dırdır, durdur və beləliklə ismi cümlə tam olaraq mənası bitmişdir. Və beləliklə də bu misallardan digər bir məsələ, sifətin vəzifələri ortaya gəlir. Yəni, sifət ərəb dilində əsas iki vəzifəni yerinə yetirir.
Birinci, ismi xüsusiləşdirir. Yəni ki, xüsusiləşdirmə. Bunu deyəndə nə nəzərdə tutulur? Bu xüsusi, yəni ismi xüsusiləşdirmək o deməkdir ki, qeyri-müəyyənlikdə olan ismə sifət verilərsə. Məsələn, məscidun sözü tam olaraq bizim üçün qeyri-müəyyən bir məsciddir. Yəni, hansı məsciddən söhbət getdiyini heç kim bilmir. Amma mən həmin ismə sifət versəm, cədidun sözü, təzə, artıq bu isim birləşməsi qeyri-müəyyənlikdə sayılsa belə, artıq xüsusiləşdirdi. Çünki təzə məsciddən söhbətin getməsini artıq biz müəyyən etdik. Və bu isim birləşməsini cümlədə xəbər kimi istifadə etmək olar. Yəni, məsələn, ondan əvvəl müəyyənlikdə isim daxil etsəm, həzə məscidun cədidun, bu təzə məsciddir. Həzə, keçən dərsdə qeyd etdiyimiz kimi, hərəkəsi heç bir halda dəyişmir və onun halı cümlədə tutduğu yerinə görə müəyyənləşir. Ona görə də həzə cümlənin əvvəlində gəldiyi üçün biz deyirik ki, bu işarə əvəzliyi yerinə görə adlı halındadır və mübtadadır. Çünki həzə biz qeyd etdiyimiz kimi işarə əvəzlikləri ərəb dilində, həmçində Azərbaycan dilində isim sayılır və müəyyənlikdədir. Həzə məscidun cədidun və artıq bunların arasında fərq müəyyənlikdə və qeyri-müəyyənlikdə ortaya gəldi və ona görə də biz deyirik, birinci isə burada həzə sözü mübtadadır, məscidun xəbərdir, cədidun da xəbərin sifətidir, ona görə də ümumi olaraq bunlar ikisi də xəbər sayılır. Və ikinci vəzifəsi isə sifətin dəqiqləşdirmək. Dəqiqləşdirmə. Dəqiqləşdirmək nə deməkdir? Bu isə müəyyənlikdə olan ismə sifət verillikdə. Yəni ki, sifət bu vəzifəni yerinə yetirir. Məsələn, at-talibu, biz bilirik ki, tələbə bizim üçün müəyyəndir. Yəni ki, dialoqun hər iki tərəfi hansı tələbədən söhbət getdiyini bilir. Lakin at-talibu tavilun deyirik və ortaya ismi cümlə gəlir. Birinci tərəfi müəyyənlikdədir, mübtadadır. İkinci tərəfi qeyri-müəyyənlikdədir, xəbərdir. Və burada tələbə bizə məlumdur. Amma onu daha da dəqiqləşdirmək mümkündür. At-talabu, at-tavilu, cədidun. Uzun tələbə təzədir. Yəni, biz tələbəni daha da müəyyənləşdirdik. Yəni, digər tələbələrin içində onu daha da xüsusiləşdirdik. Və ona görə də bunların, yəni ki, sifətin iki vəzifəsindən əsasları xüsusiləşdirmə və dəqiqləşdirmə arasında fərq odur ki, xüsusiləşdirmə qeyri-müəyyənlikdə olan isim üçün sifət verildikdə deyilir, dəqiqləşdirmə vəzifəsi isə müəyyənlikdə olan isim üçün sifət verildikdə baş verir. Və burada da bu cümlədə biz birinci hissəni mübtada kimi təyin edirik. Yəni ki, mübtada da iki sözdən ibarətdir. At-talibu, at-tavilu, uzun tələbə və tərcüməni də ikinci sözdən Azərbaycan dilinə uyğun olaraq edirik. Yəni ki, sifətdən başlayırıq. Və xəbər isə cədidun, təzədir tərcüməsinə xəbərə məxsus olan şəkilçini əlavə edirik. Dərsdən bir neçə
cümləni təhlil edək. El-kitabu cədidun. Beləliklə, ərəb kitablarında çox vaxtı mətnlər hərəkətsiz olur və ona görə də bizə bu cümlənin növünü, cümlə özlərini təyin etmək və hərəkələmək bizə vacibdir. Birinci növbədə cümlənin növü təyin olunur. Cümlənin növü. Bu cümlə ismi cümlədir. Bunu sübut etmək lazımdır. Necə sübut edirik? Birinci söz, cümlənin birinci sözü isimdir. Sübut odur ki, bu söz ismə məxsus olan əlamətlərindən birini qəbul etdi. O əlamətlər də nədir? Hansıdır? Əlifləm artiklının ismə daxil olması. Beləliklə, cümlənin növünü biz burada təyin etdik və deyirik ki, bu cümlə ismi cümlədir. İkinci vəzifə cümlənin üzlərini təyin etmək. Biz dedik ki, birinci dərslərimizdə ismi cümlə iki hissədən ibarətdir. Birinci hissəyə mübtada deyilir, ikinci hissəyə isə xəbər deyilir. Və biz dedik ki, mübtadanın özünə məxsus şərtləri vardır. O şərtlər hansı idi? Cümlənin əvvəlində olur. Görürük ki, əl-kitə bu sözü cümlənin əvvəlindədir. Və biz dedik ki, mübtada müəyyənlikdə olmalıdır və əlifləm artikli biz dedik ki, ismə daxil olur və həmin ismi müəyyənləşdirir. Və dedik ki, adlı qalanda olmalıdır. Və adlı əlaməti dammədir və həmin adlı əlamətin sözə daxil etmək artıq bunu biz etməliyik. Və belə ki, mən sözün axırıncı hərfin üzərində adlı əlamətini, dammanı daxil edirəm. Əl-kitəbu, kitab. Deməli, təyin etdik ki, ikinci cümlənin üzləri təyin olunur. Birinci sözü təyin etdik ki, mübtadadır. İkinci sözü də xəbərin şərtlərini yada salırıq və onlardan birincisi odur ki, mübtadadan sonra durur cümlədə, ikinci yerdə gəlməlidir və qeyri-mənkdə olmalıdır. Və həmin sözün qeyri-mənkdə olması həmin sözün əliflam artiklını qəbul etməməsidir. Yəni, digər qayda ilə desək, həmin sözün tənvinli olması. Və bu halda biz də bilirik ki, xəbərin üçüncü şərti adlı qalıdır. Yəni ki, adlı əlaməti də dammədir. Ona görə də biz bu sözün axırıncı hərfin üzərində tənvin dammanı daxil edirik və cümlənin hər iki üzvünü təyin etmiş olduq və tərcümədə isə xəbərə məxsus olan şəkilçini cümləyə daxil edirik. Əl-kitəbu cədidun, kitab təzədir. İkinci cümlə Əl-qələmu qadimun. Hərəkəni qoymuyor. Beləliklə, keçdiyimiz qaydalara görə birinci cümlənin növünü təyin edirik. Əl-qələmu isimdir. Sübut odur ki, həmin söz əliflam artiklını daxil etdi. Dərsin əvvəlində qeyd etdik ki, əliflam artiklının əsas iki xüsusiyyəti vardır. Yalnız isimlərə daxil ola bilər və həmin isimləri müəyyənlik halına salır. Əl-qələmu cümlənin əvvəlində gəldi, isimdir, sübut etdi və mübtadadır. Çünki cümlə onunla başladı, çünki əl-qələmu müəyyənlikdədir və bu iki dənə şərti nəzərə alaraq biz həmin sözün, həmin ismin hərəkəsini yalnız damma edə bilərik. Həmin söz yalnız adlı qalanda ola bilər. Çünki o cümlədə mübtada kimi təyin olundur. Və ondan sonraki söz qadimun, görürük ki, həmin söz qeyri-müəyyənlikdədir. Cümlədə ikinci yerdə gəldi və təsir edici bir amil olmadığı üçün, yəni ki, cümlədə ikinci yerdə gəldiyi üçün biz onun
hərəkəsini tənvin damma qoyuruq və təyin edirik ki, bu söz xəbərdir və tərcümə də Azərbaycan dilinə əl-qələmu qadimun, qələm köhnədir və cümlənin mənasına isə gəldikdə əl-qələmu sözü barəsində əvvəlcədən hər iki tərəfin məlumatı olması məlum olur. Yəni ki, həm məlumatı çatdıran, həm məlumatı qəbul edən insanlar hansı qələmdən söhbət olduğunu artıq bilirdilər. Amma qadimun sözünü yalnız bir tərəf bilirdir. O da ki, xəbəri çatdıran. Ona görə də xəbər burada qeyri-mənikdədir. Və qeyd etdiyimiz kimi də bəzi hallarda biz mübtədanı daha da dəqiqləşdirə, yəni ki, mənasını daha da dəqiqləşdirmək üçün və də daha izah etmək üçün həmin sözdən əvvəl həmin sözü təyin edən işarə vəznini daxil edə bilirik. Həzəl qələmu qadimun. Bu qələm sınıqdır. Və burada artıq həzə mübtədadır. Çünki mübtədanın şərtlərinə artıq həzə cavab verir. Nəyə görə? Çünki cümlənin əvvəlində gəlir, müəyyənlikdədir və yerinə görə də adlı halı kimi təyin olunur. Əl-qələmu sözü bədəldir. Yəni ki, həzə sözünü tam əvəz edə bilər. Çünki biz həzə sözünü cümlədən, həzə sözünün üstünü bağlasaq, məna itmir. Ona görə də əl-qələmu sözü bədəl deyilir. Yəni ki, həzə işarə vəzliyi hansı ismə işarə etdiyini təyin edir əl-qələm sözü. Ona görə də buna bədəl deyilir. Yəni ki, əvəz edici. Ona görə də bu iki söz, bu iki isim cümlədə ümumi olaraq mübtəda kimi təyin olunur və yenə də görürük ki, bu xəbərlə mübtədanın arasında əsas fərq müəyyənlik və qeyri-müəyyənlik olaraq qalır. Və digər bir tərəfdən isə mən xəbəri burada əl-qələm sözü üçün sifət də edə bilərəm. Bunu necə əldə edə bilərəm? Qadimun sözünü əl-qələm sözünə tabe etməliyəm. Tabeçilik biz dediyimiz kimi 4 əlamətdə ola bilər. Yəni, onlar hansıdır? Müəyyənlik və qeyri-müəyyənlik. Əl-qələm sözü müəyyənlikdədir. Ona görə də sifət verdiyim isimlə əliflam artiklini qəbul etməliyəm və qeyd etdiyimiz kimi əliflam artikli sözə ismə daxil oldusa, artıq tənvinə ehtiyac yoxdur. Və sonra baxırıq, bu isim kişi cinsindədir, əl-qadimu sözü də kişi cinsindədir. Bu söz təkdədir, bu söz də təkdədir. Və bundan sonra da bunların arasında fərq tam olaraq itir. Ona görə də mən bu sözü mübtədanın sifəti olduğu üçün cümlədə ümumi olaraq bunu da mübtəda kimi təyin edirəm. Həzəl qələmu qadimu, bu köhnə qələm. Gördüyümüz kimi məna bitmiş olmur. Çünki məlumatı alan adam intizarda qalır. Yəni ki, nə sualını vermək istəyir. Və biz ona xəbər veririk. Məqsurun. Bu köhnə qələm sınıqdır. Və gördüyümüz kimi ikinci söz bu cümlədə xəbər kimi təyin olunur. Nəyə görə? Çünki xəbərin şərtlərinə cavab verir. Necə? Bu əsas şərtlərdən nədir? Müəyyənlikdə olan isimdən sonra qeyri-müəyyənlikdə isim gəldi. Həmin isim adlı qalandadır, yəni biz onu adlı qalanda kimi təyin edirik və təyin edirik ki, bu söz xəbərdir və beləliklə artıq bu cümlə bu köhnə qələm sınıqdır. Yəni bundan əvvəlki cümlə həzəl qələmu qadimun, bu qələm köhnədir və bu köhnə qələm sınıqdır. Bunların arasında fərqə baxın. Həzəl qələmu mübtədadır, qadimu sözü isə xəbərdir. Amma yuxarıdakı cümlədə əl-qadimu sözü
qaləm sözünə tam tabe olduğu üçün artıq bu söz burada da mübtəda kimi təyin olunur. Qeyd etmək lazımdır ki, bəzi hallarda həm mübtəda, həm xəbər müəyyənlikdə ola bilər. Bu halda xəbər vermək istədiyimiz ismi cümlədə ikinci yerə qoymalıyıq. Məsələn, həzə Xalidun. Gördüyümüz kimi bu hər söz hər iki isimdə müəllikdədir. Bu Xaliddir və həzə ismi bu cümlədə mübtəda kimi təyin olunur. Çünki mübtədanın şərtlərinə tam olaraq cavab verir. Belə ki, cümlədə birinci yerdə gəlir, müəyyənlikdədir və yerinə görə də adı qalanda sayılır. Xalidun sözü isə insan adıdır və biz dedik ki, bu isim xüsusi isimlərdəndir. O isimlərdən ki, daimi müəyyətə sayılır. Lakin bu cümlədə xəbər olduğu üçün artıq insan adı qeyri-müəyyənliyə daha yaxındır mənasına görə. Nəyə görə? Çünki Xalidun dedikdə biz həmin insanın ismin, yəni adının Xalid olması barəsində məlumat verdik. Bundan başqa heç bir məlumat vermiş olmadıq. Ona görə də Xalid insan adı olsa da belə bu cümlədə qeyri-müəyyənlikdə sayılır. Ona görə də ondan xəbər kimi istifadə etmək olar. Və digər cümlə isə Xalidun həzə. Və bu cümlədə isə əksinə, yuxarıdakı cümlənin tam əksidir. Yəni ki, Xalid sözü burada mübtəda kimi təyin olunur. Nəyə görə? Çünki cümlənin əvvəlində gəldi və insan adı olduğu üçün müəyyənlikdə sayılır və adlı qan əlamətini, dammanı qəbul etdi. Həzə isə bu cümlədə xəbər sayılır, yerinə görə adlı qalandadır, mənasına görə müəyyənlikdə olsa belə. Biz dedik ki, keçən dərsdə işarə əvəzliyini xüsusi isimlər üçün, yəni insanları üçün sifət kimi istifadə etmək olar. Amma bu misalda həmin qayda tətbiq olunmur. Nəyə görə? Çünki bu gördüyünüz kimi cümlədir, nöqtə qoyuldu və məna bitmiş sayılır. Yəni qayda belədir. Cümlə iki müəyyənlikdə isimdən ibarət olarsa, onlardan birincisi mübtəda kimi, ikincisi isə xəbər kimi təyin olunur. Və qeyd etmək istəyirəm ki, dərsdə dediyim qaydaları yaxşı olar ki, qeyd edəsiniz, yəni ki, dəftərlərə yazmaq olsa daha yaxşı olardı. Belə ki, qaydanı yenə də deyirəm, əgər cümlə iki müəyyənlikdə olan isimdən ibarət olarsa, onlardan birincisi mübtəda kimi, ikincisi xəbər kimi təyin olunur. Və keçən dərsin mövzusuna uyğun olaraq, yəni ki, məna tam açılsın, yəni mövzu tam açılsın, biz keçən dərs dedik ki, işarə əvəzliyini xüsusi isimlər üçün sifət kimi istifadə etmək olar. Amma bu cümlədə biz dedik ki, məna bitmişdir. Ona görə biz deyirik ki, Xalidun həzə, Xalid budur. Yəni təyin edirik. Və həmin cümləni mən artıq sifət kimi də istifadə edə bilərəm. Necə? Xalidun həzə təvilun. Və cümləni təhlil etsək, Xalidun cümlənin əvvəlində gəldi, müəyyənlikdədir və adlı qalındadır. Deməli, mübtədadır. Həzə, keçən dərsin mövzusundan biz bilirik ki, xüsusi isimlərə, yəni insan adlarına işarə əvəzliyini sifət vermək istədikdə əvvəl yox, həmin isimdən sonra daxil edirik və ona görə də burada da həzəni Xalid adı üçün sifət kimi təyin edirik. Yəni, hər ikisi də cümlədə mübtəda sayılır. Və görürük ki, müəyyətdə olan isimdən sonra qeyri-müəyyətdə isim var. Deməli, yada salırıq ki, mübtəda ilə xəbərin arasında əsas fərq nə idi? Müəyyənlikdə və ya qeyri-müəyyətdə olmaları. Ona görə də müəyyənlikdə olan sözdən sonra qeyri-müəyyətdə söz gəldi, isim gəldi və mən həmin ismi
xəbər kimi təyin edirəm və tərcümə isə bu Xalid uzundur. Yəni ki, bu iki cümlənin arasında fərqə bir də baxaq. Xalidun həzə cümlə yalnız iki sözdən ibarətdir və ona görə də biz və hər iki söz də müəllikdədir və ona görə də biz bunlardan birincisini, cümlədə birinci yerdə gələni mübtəda kimi təyin edirik, ikincisini isə xəbər kimi. Burada isə müəllikdə olan sözdən sonra qeyri-müəllikdə bir isim gəldi. Və ona görə də məna bitmiş, yəni ki, müəllikdə olan sözdən sonra məna bitmiş sayılmır. Ona görə də biz ikinci ismi, birinci ismi üçün sifət edirik. Bu Xalid uzundur. Və ikinci sözün də isim olmasını sübut edirik. Həmin isim tənvini qəbul etdi. Biz deyirik ki, bu isimdir və cümlədə ikinci yerdə gəldi. Qeyri-müəllikdədir və adlı qalandadır və xəbər olduğunu artıq təyin etmiş olduq. Və həmin cümlələrin mənasını tam dərk etmək üçün, yəni onlara sual verdikdə məna tam açılar. Yəni ki, birinci cümlə mən həzə sualına cavab verir. Bu kimdir? İkinci cümlə isə mən Xalidun. Xalid kimdir? Və bu sualları verməklə biz bu iki cümlənin arasında fərqi gördük. Və keçən dərslərdə də biz qeyd etdik ki, mən və mə suallarından sonra müəllikdə isim gələrsə, mən və mə sözləri xəbər kimi təyin olunur. Dərsdə əl-vələdu cəlisun və vəl-müdərrisu vaqifun cümlələrinə rast gəlmək olar. Bu cümlələrin tərcüməsi oğlan oturub, müəllim isə durub. Yəni bizə tərcüməyə fikir vermədən, hələ ki, bu iki cümlənin tərcüməsinə fikir vermədən, hələ ki biz burada yalnız cümlənin növünü və cümlə üzlərini təyin etməliyik. Belə ki, əl-vələdu bildiyimiz qadalara görə cümlənin əvvəlində gəldiyi üçün, müəllikdə olduğu üçün mübtəda kimi təyin olunur. Yəni bundan əvvəl qeyd etmək lazımdır ki, bu cümlə ismi cümlədir. Çünki isimlə başladı. İsimlə başlamağına sübut nədir? Cümlənin birinci sözü əliflam artiklini qəbul etdi və ona görə də söz isim kimi təyin olundu. Və həmin isim cümlənin əvvəlində olduğu üçün və müəllikdə olduğu üçün mübtəda kimi təyin olundu. Ona görə də axırıncı hərfin hərəkəsi damma qoyuldu. Yəni ki, adlı qalına salındı. Cəlisun sözü isə müəllikdən oradan sözdən sonra gəldi və biz dedik ki, mübtəda ilə xəbərin arasında əsas fərq müəyyənlik və qeyri-müəyyənlikdir. Ona görə də cəlisun sözü burada xəbər kimi təyin olundu və qeyri-müəyyənlikdədir və adlı qalandadır və tənvin dammanı qəbul etdik. Ona görə də bu söz xəbər kimi təyin olunur. Bu cümlədə isə vəl-müdərrisu vaqifun, əl-müdərris sözü mübtəda kimi təyin olunur. Genə də həmin şeydir. İsmi cümlədir. Çünki cümlənin əvvəli isimlə başladı. Cümlənin əvvəlində olan söz əliflam artikli qəbul etdiyi üçün isim kimi təyin olundu. Cümlənin əvvəlində olduğu üçün, müəllikdə olduğu üçün adlı halına salınır. Biz tərəfdən hərəkəni biz özümüz qoyuruq. Və ondan sonra qeyri-müəllikdə isim gəldi. İkinci yerdədir. Və tənvin dammanı qəbul etdi. Ona görə də biz bu sözü adlı qalına saldıq, tənvin dammanı qəbul etdik və xəbər kimi təyin etmiş olduq. Tərcüməsi isə oğlan oturub, müəllim isə durub. Tərcümə budur. Yəni bunların mənasına gələn dərslərdə bir daha nəzər salacağıq. Bundan sonraki tapşırıqda müəllif bizə 10 dənə cümlə verib, bu cümlələrin növünü təyin etmək, cümlə özlərini təyin etmək,
Mübtədanın altında bir xətt, xəbərin altında isə 2 xətt çəkmək lazımdır. Və bundan sonra isə həmin cümlədə olan sözlərə, məsəl üçün mübtədaya işarə əvəzliyini daxil etmək, yəni keçdiyimiz qaydaları tətbiq etmək lazımdır. İşarə əvəzini daxil etmək və tərcümə necə dəyişdiyinə fikir vermək və cümlə özlərinin necə dəyişdiyinə fikir vermək. Bundan sonra isə, əgər mümkündürsə, əgər xəbər sifət mənasını verən isimdirsə, yəni ki, sifət mənası varsa həmin xəbərdə, həmin xəbəri mübtəda üçün sifət etmək, yəni tabe etmək və təzə xəbər vermək. Bir-iki misal burada etməklə evdə tapşırığı necə etməyi daha da aydın olacaq. Əl-Kursiyyu, məsəl üçün birinci cümləni biz burada izah edilmişik. Keçirəm birbaşa ikinci cümləyə. Əl-himəru səğirun vəl-hisanu kəbirun. Əl-himəru səğirun. Beləliklə, biz dedik ki, birinci təhlil etdikdə cümlənin növünü biz təyin etməliyik. Cümlə ismi cümlədir. Sübut odur ki, cümlə isimlə başladı. Əl-himər sözünün isim olmasına sübut odur ki, əliflam artiklini qəbul etdi. Və ona görə də biz bu sözü cümlədə bir üz kimi təyin etməliyik. Cümlənin əvvəlində gəldi, müəyyənlikdədir və ona görə də halı yalnız adlı hal ola bilər və bu söz mübtədadır. Səğirun sözü isə müəllikdə olan isimdən sonra gəldi, ikinci yerdədir, qeyri-müəllikdədir. Ona görə də biz bu sözə tənvin dammanı qəbul etdiririk və həmin sözü cümlədə xəbər kimi təyin edirik və cümlənin tərcüməsi uzun qulaq, balacadır. Və bundan sonra da, yəni ki, verdiyimiz tapşırığa uyğun olaraq biz dedik ki, mübtədaya işarə əvəzliyi daxil etmək, yəni ki, onu daha da mənasını dəqiqləşdirmək üçün biz nə etməliyik? Onunla cinsdə və sayda uzlaşan işarə əvəzliyini daxil edirik. Yəni, mən əgər o uzun qulaq yaxın məsafədədirsə, mən ondan əvvəl hədə işarə əvəzliyi daxil edəcəm və həzə artıq burada mənim üçün olacaq mübtəda. Çünki cümlənin əvvəlində gəldi, müəyyənlikdədir və halı da adlı halı kimi təyin olunur. Həzəl himəru səğirun, bu uzun qulaq balacadır. Üçüncü cümlədə isə əl-kursiyyu məqsurun cümləsi bizə təqdim olunur. Beləliklə, cümlənin növünü təyin edirik. Cümlə ismi cümlədir. Nəyə görə? Çünki cümlənin birinci sözü isimdir. Əl-Kursiyyu sözünün isim olmasına sübut həmin sözün əliflam artiklini qəbul etməsidir. Yəni, və bundan sonra da cümlə özlü kimi biz bu ismi təyin etməliyik. Və biz bilirik ki, bir cümlə isimlə başlayırsa, artıq həmin cümlə ismi cümlə sayılır və həmin cümlənin birinci üzvü mübtədadır. Mübtədanın şərtləri hansıdır? Cümlənin əvvəlində gəlməsini qeyd etdik. Əliflam artiklinin, yəni ki, əliflam artikl olmasa belə müəllikdə olmasıdır ikinci şərt və ona görə də biz bu sözü adlı qalına salıb deyirik ki, bu söz mübtədadır. Və bundan sonra keçirik cümlənin ikinci üzvünə. Artıq bu cümlənin üzvü təyin olundu ki, bu cümlə ismi cümlədir. Və biz dedik ki, iki hissə olmalıdır. Mübtəda və xəbər. Birinci hissəni təyin etdik. Qaldı bizə ikinci hissə. Və biz görürük ki, müəllikdə olan isimdən sonra qeyri-müəllikdə bir isim gəldi. Deməli, xəbərin hər iki şərtinə cavab verdi artıq. İkinci yerdə gəldi və qeyri-müəllikdədir.
Və ona görə də qalır yalnız 3-cü şərt, onu da biz özümüz təyin edirik. Yəni ki, həmin sözü üzərinə tənvin dammanı, yəni ki, adlı xan əlaməti daxil edirik və həmin sözü xəbər kimi təyin edirik. Əl-kursiyyu məqsurun, oturacaq sınıqdır. Və tərcümədə də fikir veririk ki, xəbərə dur şəkilçisini əlavə etmiş olduq. Və bundan sonra verilən tapşırılığa uyğun olaraq biz mübtədaya işarə əvəzini daxil etməliyik. Yəni ki, məqsədimiz nədir? Mübtədanı daha da təyin etmək, daha da dəqiqləşdirmək və ona görə də biz ondan əvvəl onunla cistə və sayda uzlaşan işarə əvəzliliyi daxil edirik. Həzəl kursiyyu məqsurun. Bu oturacaq sınıqdır. Və artıq burada həzə mübtəda kimi təyin olunur. Çünki artıq cümlənin əvvəlində o gəldi. Və həzə işarə əvəzliyidir, isimdir. Müəyyənlikdə sayılır və ona da görə də, yerinə görə də adlı kimi təyin olunur. Və ondan sonraki söz qeyd etdiyimiz kimi həzəyə tabi olur və bədəl kimi təyin olunur. Lakin ikisi də bir yerdə, ümumi olaraq bir yerdə, cümlədə mübtəda kimi sayılır. Məqsurun sözünü isə kursiyyu sözünə sifət etmək üçün mən bu sözü əl-kursiyyu sözünə tabi etməliyəm. Və tabiçilik biz dedik ki, 4 əlamətdə baş verə bilər. Yəni, əl-kursiyyu sözü gördüyümüz kimi müəyyənlikdədir. Və mən bu fərqi aradan qaldırmaq üçün əl-məqsurun sözünə əliflam artiklini daxil etdirirəm. Tənvini həmin sözün üzərindən götürürəm. İkinci ismi birinci ismə tabi etmiş oldum. Və tərcümə bu sınıq oturacaq. Və artıq burada biz gördüyümüz kimi məna bitmiş olmadı və bizə nə lazımdır? Cümlədə xəbər lazımdır. Və bundan sonra da əl-məqsuru sözü mübtədaya tabi olduğu üçün o da artıq mübtəda kimi sayılır cümlədə. Və həzəl kursiyyu əl-məqsuru gördüyümüz kimi həzə mübtədadır, əl-kursiyyu bədəldir. Yəni ki, amma əl-məqsuru da əl-kursiyyu sözünə tam olaraq tabi oldu. Yəni müəyyənlikdədir, adlı qalındadır və kişi cinsindədir. Kişi cinsində də ki, biz dedik ki, əsas əlamət odur ki, təmərbuta olmur kişi cinsində. Təmərbuta şəkilçisi ya da hərfi deyək, həmin söz isimdə olmur. Və bundan sonra da biz bu mübtədadan xəbər verə bilərik. Və yeni xəbər daxil edirik. Hədəl kursiyyu əl-məqsuru, məsəl üçün, qadimun. Və müəyyənlikdə olan isimdən sonra qeyri-müəyyənlikdə ismi daxil edirik. Həmin isim gördüyümüz kimi, yəni ki, cümlənin ikinci hissəsi sayıldı və həmin isim qeyri-müəyyənlikdədir, əliflam artikli yoxdur. Əliflam artikli yoxsa deməli ismə tənvini qəbul etmək lazımdır və tənvinin növünü də damma kimi təyin edirik. Çünki artıq cümlənin növü təyin olduğu ismi cümlə kimi. Ona görə də biz dedik ki, və birinci üzvü də təyin olunub mübtəda, ikinci üzvü də xəbərdir və xəbərin şərtlərindən əsası odur ki, adlı qanunda olmalıdır. Və ona görə də biz tənvinin növünü yalnız damma kimi qəbul edirik və ona görə də qadimun sözü burada xəbərdir və tərcümə isə bu sınıq oturacaq köhnədir. Yəni ki, və bu şəkildə mümkün olan cümlələrdə, yəni ki, mümkün olan hansıdır? Əgər ikinci cümlədə, yəni müəllif bizə təqdim etdiyi cümlədə xəbər sifət mənasını daşıyırsa, bu cür cümləni dəyişdirmək olar. Və bu misala uyğun olaraq cümlələri dəyişdirmək lazımdır. Bundan sonraki tapşırıqda, burada yazılıb birinci tapşırıq, müəllif bizdən tələb edir ki, biz bu sözləri dəftərlərə yazaq və söz əlifləm artiklına və onsuz olmasına fikir verək. Yəni biz demişik ki, söz isim əlifləmsiz olarsa,
tənvinli əliflam artiklini qəbul etsə, artıq tənvini qəbul etmiş olmur. Yəni ki, bu sözləri dəftərə köçürmək və lazım olan hərəkəni sözün axırına daxil etmək. İkinci tapşırıqda isə yenə də cümlələri dəftərə yazmaq, cümlənin növünü təyin etmək, cümlə özlərini təyin etmək və bundan sonra da mümkün olan yerlərdə, yəni ki, mübtədaya işarə əvəzini daxil etmək, yəni ki, onu daha da təyin etmək və xəbər sifət mənasını verərsə, həmin sözü mübtəda üçün sifət etmək və yeni xəbər cümləyə daxil etmək lazımdır. Üçüncü tapşırıqda verilən sözlər üçün xəbərin şərtlərinə cavab verən sözləri daxil etməyə lazımdır. Dördüncü tapşırıqda isə onun əksi olaraq cümləyə mübtədanı daxil etmək lazımdır. Yəni ki, mübtədanın şərtlərinə cavab verən isimləri daxil etmək lazımdır. Bundan sonra dərsdə olan yeni sözləri əl-qamər, ay, nazifun, təmiz, kəbirun, böyük, xafifun, yüngül, cədidun, yeni, hərrun, isti, məftuhun, açıq, cəmilun, gözəl, qadimun, köhnə, bəridun, soyuq, məqsurun, qırıq, vaqifun, duran, vəsixun, çirkli, sağirun, kiçik, səqilun, ağır, cəlisun, oturan. Təzə sözlərdən sonra gələn tapşırıqlarda cümlə növünü və üzlərini təyin etmək lazımdır. Yəni ki, qeyd etdiyimiz kimi də mübtədanın altında bir xətt, xəbərin altında isə iki xətt yazmaq və mümkün olan yerlərdə də xəbəri mübtəda üçün sifət etmək, yəni ki, tabe etmək və ondan sonra da təzə xəbər cümləyə daxil etmək. Bundan sonraki tapşırıqlarda yenə də müəllif bizdən gələn sözlərin hərəkələnməsini tələb edir. Bu sözləri dəftərə yazmaq və hərəkələmək lazımdır. İkinci tapşırıqda isə, yəni bundan sonraki tapşırıqlarda isə yenə də burada olan xəbər üçün mübtəda vermək. Yəni ki, mübtədanın şərtinə uyğun olan sözləri, yəni ki, cavab verən sözləri cümləyə daxil etmək və mübtədanı da təyin etmək, yenə də mübtədanın altında bir xətt, xəbərin altında iki xətt çəkməyə lazımdır. 17-ci səhifədə olan tapşırıqda isə müəllif sözləri bölüb iki yerə, əlif qrupuna 6 söz daxil edib və B qrupuna da 6 söz daxil edib. Və bunlardan bir-birinə uyğun olan sözlərin, yəni ki, əlif qrupunda olan sözləri cümlədə mübtəda kimi, B qrupunda olan sözləri isə xəbər kimi istifadə etmək, bir-birinə uyğun olan sözləri tapmaq, dəftərə yazmaq və cümlənin üzlərini təyin etmək. Yəni, yenə də qeyd etdiyimiz kimi, mübtədanın altında bir xətt, xəbərin altında isə iki xətt çəkmək. Və burada təzə sözlər yenə gəlir. Hulvun, şirin, tavilun, uzun, məridun, xəstə, fəqirun, kasıb, əd-dükkanu, dükan, qasirun, qısa, qaniyun, varlı, əd-tuffahu, alma. Bundan sonra isə dərsdə gələn təzə mövzuya keçid almaq istəyirəm. Mövzunun adı şəmsi və qəməri hərflərdir. Birinci növbədə nə üçün bu hərflərin bəzilərinə şəmsi və bəzilərinə qəməri hərflər deyilir? Qeyd etdiyimiz kimi, isimləri müəyyənəyə salmaq üçün əlifləm artiklından istifadə olunur. Və bir sözlərə, yəni bir qrup sözlərə əlifləm artiklini daxil etdikdə biz görürük ki, əlifləm artiklində olan ləm hərfi ismin birinci hərfinə idğam olunur və bir hərf olaraq şəddəli kimi oxunur. Digər isimlərdə isə
Əlif-lam artiklının ləm hərfi sukunu qəbul edir və ismin birinci hərfi isə şəddələnmədən oxunur. Və misal kimi də əş-şəmsu və əl-qamaru sözü misal kimi qəbul olunub. Nəyə görə yalnız bu sözlər? Yəni qəbul olunub ki, əlif-lam artiklında olan ləm hərfini alimlər bir ulduza bənzədiblər. Və necə ki, deyirlər ki, ulduzlar həm günəş işığında, həm ay işığında da olur. Lakin günəş çıxdıqda biz həmin ulduzu görmürük. Ona görə də həmin ulduz batır bizim üçün. Yəni ləm hərfi özündən sonraki hərfə idğam olunur və sözdə də biz onu tələffüz etmirik. Və əksinə də ay çıxdıqda biz həmin ulduzu görməyə başlayırıq və ona görə də əl-qamar sözündə ləm hərfi açıq aydın sukunlu olaraq tələffüz olunur. Və burada sağ tərəfdə olan sözlər əl-huruful qameriyyə, yəni ki, qəməri hərflərdir. O sözlər ki, əlif-lam artiklının ləm hərfi sukunlu olaraq oxunacaq və sol tərəfdəki sözlər isə əl-hurufus şəmsiyyə. Bu sözlər isə, yəni bu sözlər isə əlif-lam daxil olanda onun ləm hərfi ismin birinci hərfinə idğam olunur, tələffüz olunmur və ismin birinci hərfi isə şəddəli olaraq oxunur. Bu hərfləri əzbərləmək lazımdır. Çünki mətnlərdə əsasən sözlər hərəkətsiz olur və onları düzgün tələffüz etmək üçün bu sözləri bilmək vacibdir. Əbun ata, bəbun qapı, cənnətun bağ, bir də ki, cənnət mənasına istifadə olunur. Himərun uzun qulaq, xubzun çörək, əynun göz, qadəun nahar, fəmun ağız, qəmərun ay, kəlbun it, məun su, valadun uşaq, həvəun hava, yadun əl, təcirun tacir, thəvbun paltar, dikun xoruz, zəhəbun qızıl, raculun kişi, zəhratun gül, səməkun balıq, şəmsun günəş, sadrun sinə, dayfun qonaq, talibun tələbə, zəhrun bel, ləhmun ət, nəcmun ulduz. Bu sözləri əzbərlədikdən sonra verilən tapşırıqda əlif-lam daxil olmuş isimləri hərəkələmək lazımdır. Qəməri hərf isə əlif-lamda olan ləm hərfinin üzərinə sukun qoyuruq. Əgər hərf şəmsidirsə, ondan sonraki hərfin üzərinə şəddə qoyub bir hərf kimi, yəni ki, oxuyur. Yəni ki, ləm hərfi həmin isimlərdə tələffüz olunmur. Əxun, qardaş, rasulun, rasul, vəchun, üz, sadiqun, dost, əl-Qur'anu, Qur'an, salatun, namaz, əl-Kəbə, Kəbə, rəsun, baş, isbəun, parmaq, sabunun, sabun, zufrun, dırnaq, fəcrun, sübh, zuhur, zöhr vaxtı, əsr, axşam çağı, məğribun, axşam, əşəun, gecə. Və son 5 söz namazların adları kimi də istifadə olunur və bu halda yalnız əlif-ləmlə ola bilər. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.